Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdə Japoniya və Şimali Qafqaz mövzusudur. 19-cu əsrin əvvəllərində Japoniyada ali hakimiyyət imperatora məxsusdur. Ali hakimiyyət imperatora məxsus olsa da, Japoniyada real hakimiyyət Tokugawa sülaləsindən olan Syoquna məxsusdur. Syoqun nə idi? Japoniyada hərbiçilərə verilən yüksək fəxri ada Syoqun deyilirdi. Hələ Japoniyada imperator vaxtilə ölkəni qapalı ölkə elan etmişdi. Ölkənin qapalı ölkə elan edilməsi nəticəsində Japoniyanın başqa ölkələrlə ticarət əlaqələri məhdudlaşdırılmışdı. Ölkənin qapalı ölkə elan edilməsi nəticəsində ölkədə xarici ticarət əlaqələri zəifləmiş, bu da ölkədə kəndlilərin və xüsusilə də samurayların yoxsullaşmasına səbəb olmuşdu. Japoniyanın qapalı ölkə elan edilməsi bir sıra Avropa ölkələrinin narazılığına səbəb olurdu. Ona görə də Syoqun rejimi ABŞ və Avropa ölkələrinin narazılıqlarını aradan qaldırmaq üçün 1854-cü ildə ABŞ ilə Japoniya arasında müqavilə imzalandı. 1854-cü ildə ABŞ ilə Japoniya arasında imzalanan müqaviləyə əsasən ABŞ gəmilərinə Shimoda və Hakodate limanlarında və iki limanda Shimoda və Hakodate limanlarında üzmək, ticarət etmək hüquqları verildi. Həmçinin Japoniyanın Shimoda ərazisində ABŞ konsulluğu da açılmalı idi. Bu da ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərirdi. Artıq 1854-cü il müqaviləsindən bir neçə il sonra ABŞ-la və Avropa ölkələri ilə bir sıra yeni müqavilələr də imzalandı. İmzalanan bu müqaviləyə əsasən bir sıra tacirlərə ticarət güzəştləri verildi. Həmçinin onlara eksterritoriallıq hüququ da verildi. Eksterritoriallıq hüququ nə deməkdir? Yəni onlara toxunulmazlıq hüququ da verildi. Bu dövrdə ABŞ-la yanaşı Rusiya və bir sıra Avropa ölkələri ilə də belə bir müqavilələr imzalamışdı. Belə bir müqavilələrin imzalanması ölkədə ticarətin inkişafına səbəb olmuşdu. Japoniyada burjuya inqilabı, burjuya islahatları 1867-1868-ci ildən başlamışdı. Artıq bir sıra xarici ticarət şirkətləri ilə müqavilələrin imzalanması bir sıra şəxsləri, xüsusilə də ölkədə olan samuray və knyazları ciddi şəkildə narahat edirdi. Ona görə də samuraylar və knyazlar Syoqun rejiminə qarşı özlərinin narazılığını ifadə edirdilər, xarici təbələrə qarşı mübarizə aparırdılar. Artıq bu dövrdə Japoniyada milli ruhlu dövlət xadimləri imperatora, yəni səmavi hakimə müraciət etdilər. Beləliklə 1868-ci ildə 15 yaşlı Mutsuhito imperator elan edildi. Syoqunun səlahiyyətləri ləğv edildi. Tam şəkildə hakimiyyət imperatorun əlinə keçdi. Və beləliklə Mutsuhito dövründə islahatlara başlandı. 1868-ci ildə yeni hökumətin proqramı qəbul edildi. Artıq bütün dövlət işləri ictimai rəy nəzərə alınmaqla həyata keçiriləcəkdir. Hakimiyyətdə təmsil olunmasından asılı olmayaraq, bütün vətəndaşlar millətin dirçəlməsinə çalışmalı idilər. Həmçinin hər bir şey ədalətli şəkildə özünün həllini tapmalı, haqsızlığa yol verilməyərək ölkə inkişaf etdirməli idi. Elm dünya səviyyəsinə qaldırılmalı idi. Bu dövrdə Japoniyada islahatların həyata keçirilməsində Avropada təhsil almış müşavirlərin mühüm rolu olmuşdu. İslahatlar müşavirlər tərəfindən hazırlanır, imperator tərəfindən isə həyata keçirilirdi. Bu dövrdə Japoniyada bir sıra yenidən qurma tədbirləri görüldü. Hansı yenidən qurma tədbirləri? İnzibati sahədə, idarə etmə sahəsində, hərbi sahədə, iqtisadi sahədə və təhsil sahəsində islahatlar həyata keçirildi.
İnzibati sahədə keçirilən islahatlara əsasən inzibati ərazi bölgüsüdür. Bütün knyaz mülkləri ləğv edildi. Japoniyanın yeni inzibati ərazi quruluşu müəyyən edildi. Ölkə prefekturalara bölündü. Knyazlara qubernator statusu verildi. İdarə etmədə də bir sıra islahatlar keçirildi. Ölkənin idarə etmə sistemi təkmilləşdirildi. Bu dövrdə 19 Osmanlıda və Rusiyada olduğu kimi Japoniyada da Avropa nümunəsində nazirliklər yaradıldı. 1889-cu ildə Japoniyanın konstitusiyası qəbul edildi. Japoniyanın konstitusiyasına əsasən imperator müqəddəs və toxunulmaz hesab edilir. Ali qanunverici və icra hakimiyyəti imperatora məxsusidir. Həmçinin vətəndaşlara söz, mətbuat və bir sıra mülkiyyət azadlığı verilirdi. Vətəndaşlara da bir sıra hüquqların verilməsi mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Bu dövrdə həyata keçirilən islahatlardan biri də hərbi islahatıdır. Hərbi islahata əsasən samuray dəstələri ləğv edildi. Ümumi mükəlləfiyyət əsasında artıq bu dövrdə yeni ordunun da yaradılmasına başlandı. Bu dövrdə Japoniyada burjuwa islahatları nəticəsində keçirilən ən mühüm islahatlardan biri iqtisadi islahatıdır. İqtisadi islahata əsasən vahid pul sistemi yaradıldı. Yen vahid pul sisteminə çevrildi. Sənaye müəssisələrinin dövlət tərəfindən maliyyələşdirməsi qaydası ləğv edildi. Dövlətə məxsus sənaye müəssisələri bir sıra şəxslərə satıldı və bunun nəticəsində ölkədə bugünkü günə qədər də öz əhəmiyyətini qoruyub saxlayan Mitsui və Mitsubishi kimi mühüm şirkətlər yaradıldı. Japoniyada iqtisadi islahatlar ölkənin iqtisadi cəhətdən canlanmasında da mühüm rol oynadı. Japoniyada həyata keçirilən islahatlardan biri də təhsil islahatı idi. Təhsil islahatına əsasən ali və orta təhsil müəssisələri yaradıldı. Avropa nümunəsində ilk orta və ali təhsil müəssisəsinin yaradılmasına başlandı. 6 yaşdan ümumi icbari təhsil müəyyən edildi. 6 yaşdan 10 yaşa qədər 4 illik ümumi təhsil sistemi də müəyyənləşdirilmişdi. İlk dəfə bu dövrdə Japoniyada ilk qadın pedaqoji müəssisələri də bu dövrdə fəaliyyətə başladı. Ümumiyyətlə, Japoniyada keçirilən islahatlar ölkənin iqtisadi cəhətdən inkişaf etməsinə səbəb oldu. Ölkənin iqtisadi cəhətdən inkişaf etməsi ölkənin siyasi cəhətdən də dirçəlməsinə gətirib çıxartdı. Bu hadisələr isə Japoniyada imperializm siyasətinə gətirib çıxartdı. 19-cu əsrin sonlarında Japoniya Kariya uğrunda Çinlə müharibə apardı 1894-95-ci illərdə və 1894-95-ci illəri Kariya uğrunda Japon-Çin müharibəsi Japoniyanın qalibiyyəti ilə nəticələndi. Japoniya Çindən təzminat aldı, həmçinin Çin ərazisində bir sıra müəssisələr tikmək hüququ da qazandı. Bu dövrdə uzaq şərqdə Japoniya ilə Rusiya arasında münasibətlər pisləşdi. Bu da 1904-1905-ci ildə Rus-Japon müharibəsinə gətirib çıxartdı. Bu dövrdə Ruslarla Japonlar arasında Tsushima dəniz döyüşü baş verdi. Baş verən Tsushima dəniz döyüşü də Japoniyanın qalibiyyəti ilə nəticələndi. 1905-ci ildə ABŞ-ın Portsmouth şəhərində sülh müqaviləsi imzalandı. Bu sülh müqaviləsinin şərtlərinə əsasən Cənubi Saxalin Japoniyanın nəzarətində qaldı. Həmçinin Manzuriya və Koreyada da Japoniyanın şərikçisi sağalığı tanıdı. Japoniya ilə bağlı mövzumuz bu qədər. Bu dövrdə Şimali Qafqaz mövzusu haqqında da danışaq. Şimali Qafqaz mövzusu çox rahat və qısa bir mövzudur. Bu dövrdə 19-cu əsrdə Rusiya bir sıra ərazilərdə olduğu kimi Cənubi Qafqazda, Mərkəzi Asiyada olduğu kimi Şimali Qafqazda da işğalçılıq siyasəti yeridirdi. Bu dövrdə Rusiya çalışırdı ki, tam şəkildə buranı işğal edib özünün müstəmləkəsinə çevirsin. Rusiyanın Şimali Qafqazda işğal etdiyi ərazilərdə müstəmləkəçilik siyasəti yeritməsi, xüsusilə zorakı xristianlaşdırma siyasəti tətbiq etməsi əhalinin narazılığına səbəb olurdu. Bu da ölkədə azadlıq mübarizəsinə gətirib çıxardırdı. Azadlıq mübarizəsi bu dövrdə Şimali Qafqazda İslam bayrağı altında həyata keçirilirdi. 18-ci əsrin sonlarında azadlıq hərəkatı başlamışdı. Bu azadlıq hərəkatına 1785-ci ildə başlamışdı. Hərəkata rəhbərlik edirdi, Şeyx Mənsur rəhbərlik edirdi. 1785-ci ildə
Alda-Aulu yaxınlığında döyüş baş verdi. Baş verən bu döyüşdə Şeyx Mənsur qalib gəldi. Rus qoşunları məğlubiyyətə uğradı. 1787-ci ildə Rusiya ilə Osmanlı arasında müharibə başladı. 1787-ci ildə Rusiya ilə Osmanlı arasında başlayan müharibə Şimali Qafqaz xalqlarında ruh yüksəkliyinə səbəb oldu və bunun nəticəsində azadlıq hərəkatı genişləndi. Hətta bu dövrdə Ruslar ən mühüm ordularını da Şimali Qafqaza göndərdilər. 1790-cı ildə Şeyx Mənsurun ordusu ilə Kuban çayı sahilində döyüş baş verdi. Dağlı ərazilərdə döyüşməyə öyrənmiş Şeyx Mənsurun ordusu düzənlik ərazilərdə müharibə aparmaqda çətinlik çəkdiyi üçün 1790-cı ildə Kuban çayı sahilində baş vermiş döyüşdə məğlub oldu. Şeyx Mənsur əsir götürüldü və ömrünün sonuna qədər Peterburqdakı həbsxanada qaldı. Bu dövrdə artıq Rusiya Qafqazın işğalını da 19-cu əsrin əvvəllərində daha da genişləndirdi. Rusiyanın Qafqaz uğrunda müharibəsi 1817-1864-cü illəri əhatə edir. Artıq bu dövrdə Qafqazda yeni bir hərəkat başladı. Bu adlanırdı. Artıq Şeyx Şamilin dövründə, Şeyx Mənsurun dövründə başlamışdı. Şeyx Şamilin dövründə geniş şəkil oldu. Müridizm siyasəti idi. Müridizm mübarizə. Müridizm nə deməkdir? Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı Şimali Qafqaz xalqlarına apardığı mübarizə müridizm adlandırılırdı. 1834-dən 1859-cu ilə qədər Şimali Qafqazda dağlı hərəkatına Şeyx Şamil rəhbərlik etmişdi. Bu dövrdə Rusiyanın Cənubi Qafqazda, Şimali Qafqazda daha doğrusu qalalar tikməsi əhalinin narazılığına səbəb oldu. Bu da Şeyx Şamilin başçılığı altında uzun müddət mübarizəyə səbəb oldu. Şeyx Şamil güclü dövlət imamət yaratmışdı. Onun ordusunda həddindən artıq sərt nizam-intizam vardı. Güclü və iradəli ordusu vardı. Ona görə də özü bu orduya 25 il qəhrəmancasına rəhbərlik etmişdi. 1859-cu ildə Şeyx Şamil ələ keçirildi. Şeyx Şamil ələ keçirildikdən sonra mübarizə bir müddətdə 1864-cü ilə qədər davam etdi. 1864-cü ildə Şimali-Qərbi Qafqaz Rusiya tərəfindən işğal edildi. Bu dövrdə Rusiya buranı tam şəkildə işğal etdikdən sonra buraya köçürmə siyasəti həyata keçirdi, Ruslar köçürüldü. Bunun nəticəsində Şimali Qafqazdakı əhalinin bir hissəsi Osmanlı dövlətinə köçmək məcburiyyətində qaldı. Rusiya 1828-ci ildə Cənubi Qafqazın, 1864-cü ildə isə Şimali Qafqazın işğalını başa çatdırmışdı. Bu mövzularla bağlı bu qədər.